Mən Lalə, sizi Kanadanın Toronto şəhərindən salamlayıram. 8 ildir ailəmlə birgə burada yaşayırıq. Bizim evdə ingilis dilində danışmaq qadağandır. Hər kəs ana dilimizdə, Azərbaycan türkçəsində danışmalıdır. Bu səbəbdən də 2 yaşındaykən Kanadaya gələn qızım və Kanadada doğulan 7 yaşlı oğlum Azərbaycan dilində sərbəst danışır. Mehriban, çox müdrik bir elim var. Danışanda baldadan Azərbaycan dilim var. Kanadada mədəniyyətimizi, rəqslərimizi unutmamaları üçün Azərbaycan rəqslərini də öyrənirlər. Azərbaycandakı dost tanışlar, qohumlar həmişə soruşurlar ki, orada darıxmırsan ki. Həmişə bu suala cavabım yox olur. Ona görə yox ki, Azərbaycandakı sevdiklərimiz üçün darıxmıram. Ona görə ki, işlə və uşaqlarla darıxmağa zaman olmur. Evdən çalışdığım üçün vaxtın necə gəlib keçdiyini hiss eləmirəm. Kiçik komandamla bərabər rəqəmsal marketinq işləri görürük. Həftə sonlarını isə çalışırıq ki, ailəlikcə bir yerdə keçirək. Uşaqların həm əylənə, həm də öyrənə biləcəyi məkanlara gedirik. Xüsusilə yay aylarında Kanadanın gözəl təbiətinin dadını çıxarmağı xoşlayırıq. Darıxmamağımızın digər səbəbi də buradakı dostlarımızdır. Bayramları, ad günlərini birlikdə qeyd edir, arada yığışıb qutab da bişiririk. Kanadada özümüz üçün kiçik Azərbaycan yaratmışıq.